Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salli ala Muhammed və əl Muhammed. Əziz qardaşlar, sizə yeni bir möcüzə göstərmək istəyirəm. Bəs bu möcüzə nədir? Nədən ibarətdir? Namazda olan kəlmələrdən ibarətdir. Namazda olmazsa olmaz kəlmələr var ki, onlar olmazsa olmazdır. Yəni nə? Allahu Ekber. Bütün məzhəblərdə Allahu Ekber kəlməsi olmazsa olmazdır. Yəni bunu başqa bir sözlə əvəz eləmək olmaz. Sübhanallah mümkün deyil, olmaz. Heç bir məzhəb icazə vermir. Elhamdülillah deyib namaza başlayaq, icazə vermir. Allahu Ekber kök kəlmədir. Və ilk Allahu Ekber. O biri Allahu Ekberlər namazın ortasında, sonrasında olanlar müstəhəbdir. Əsas vacib Allahu Ekber. Bəs bir də ikinci nədir? Fatihə surəsidir. Bütün məzhəblərdə Fatihə surəsi olmazsa olmazdır. Və fikir verin ki, Fatihə surəsindən sonra da olmazsa olmaz şəhadət kəlmələridir. 2 dənə şəhadət kəlmələri və Əssəlamu aleykum kəlməsi və mütləq deyiləsi vacib zikirlər ki, hansısa zikir deyilməlidir səcdədə ya rükuda 3 dəfə və ya heç olmasa 1 dəfə. Əgər bir insan çox çətin bir vəziyyətdədirsə, bir yerə çox, məsələn, tələsən bir yerə gedirsə ki, çox əhəmiyyətlidir. Sistani ağaya görə insan 3 dəfə Sübhanallah demək vacib idisə, 3 dəfə yəni zikir deməkdir. Sübhanallah deməsin, 3 dəfə Allah Akbar desin səcdədə və ya 3 dəfə Elhamdülillah desin, ya 3 dəfə salavat desin, ya 3 dəfə La ilahə illallah desin, tək 3 dəfə nəsə zikir desin, o 3 dəfə Sübhanallah bir dəfəyə düşür. Bir dəfə rükuda Sübhanallah, bir də birinci səcdədə Sübhanallah bir dəfə, bir də ikinci səcdədə Sübhanallah bir dəfə. Yəni bir rükətdə 9 dəfə Sübhanallah deyəcəkdirsə artıq olur 3 dəfə. 2 rükət namaz qılırsa 6 dəfə Sübhanallah deyir. Ən qısa, ən namaz. Yəni çətin bir vəziyyəti olan insan üçün artıq bunlar qısalır. Bundan da qısa olarmı? Bəlkə heç Sübhanallah deməyək, xeyr. Bundan qısası olmaz. Daha yaxşı deyilmi ki, Sübhanə Rabbil Azim və bihamdi, Sübhanə Rabbil Ala və bihamdi deyək 3 dəfə, bəli. Amma ən qısası nə idi? 3 dəfə Sübhanallah demək rükuda. Ondan da qısası nə idi? 1 dəfə deyək olmasa Sübhanallah. Ondan da qısası varmı ki, deyək, heç nə deməyək? Yox, artıq olmazsa olmaz budur. Bir dəfə Sübhanallah deməlisən, heç olmasa rükuda, bir dəfə səcdədə, bir dəfə də o bir səcdədə. Deməli, bu nə demək istəyirəm? Bunlara baxanda rəqəmsal dəyərə 6236 yaranır. Bu möcüzə bundan ibarətdir. 1500-ə yaxındır. Bunu heç kəs görməyib, heç bir kitabda yazılmayıb. Bəs əbcəd rəqəm sistemi iləmi? Xeyr. Əlifbada duran hərflərin rəqəmsal dəyəri ilə. 28 hərf var ərəbdə. Həmin ərəb hərflər əlifba sırasında, ərəb əlifba sırasında neçənci yerdə dayanırsa, o cür hesablayanda rəqəmsal dəyər 6236 edir. Elə isə gəlin, baxaq, görək, həqiqətən elədirmi? Allahu Ekber'dən başlayaq. Deməli, qardaşlar, baxın. Allahu Ekber. Rəqəmsal dəyəri 109-dur. Niyə 109-dur? İndi gəlin, baxaq. Əlifba sırasında birinci hərfdir. Ləm 23-cü hərfdir. Burada bir dənə də ləm var. Deməli, 1-23 yenə yazırıq. Hə hərfi 27-ci hərfdir. Əkbər kəlməsində əlif 1-ci hərfdir. Kəf 22-ci hərfdir. Bə 2-ci hərfdir. Ra 10-cu hərfdir. Neçə elədir? 109. Bəs Bismillahirrahmanirrahim neçədir? 293. Bəs diqqətlə baxın. İndi sonra mən sizə yenə oxuyacağım onu, hələ ki deyim. Sonra Elhamdülillahi Rabbil Alemin neçədir cəmi? 290. Amma yenə təzdən mən sizə onu bir-bir göstərəcəm. Sonra
Ər-Rahmanir-Rahimin rəqəmsal dəyəri neçədir? 181. Məlik yevmiddin 233. İyyəkə na'budu və iyyəkə nəstə'in 294. Və bu da 263. Yəni nə? İhdinə sıratal müstəqim. Bəs sıratallezine an'amte aleyhim neçədir? Gəlin baxaq görək neçədir? Deməli, rəqəmsal dəyərin cəmi 318. Bəs qayril məğdubi aleyhim vələddallin 453. Bunların bəs cəmi neçədir? Cəmi Fatihə surəsinin cəmi 2325. Amma biz 2 rükətlik namaz qılırıqsa, namazın kökü 2 rükətdir. 2 rükətlik namaz qılırıqsa, 2 dənə Fatihə deyirik və bu 2 Fatihənin ikisi də olmazsa olmazdır. Mütləq deyilməlidir. Deməli, 2325 topla 2325 və 109 da nə idi? Allahu Akbar idi. Bəs əşhədü ən la ilahə illallah 249'dur. Və bir də əşhədü ənə Muhammedən Rasulullah 309'dur. Sallallahu aleyhi və səlləm. Salavatama yazmamışam, müstəhəbdir, vacib deyil. Bir də əssəlamu aleykum 199'dur. Subhanallah isə 120'dir. Amma biz 120'ni vuranda 6'ya elir 720. Fikir verin, 720 eləyir. Elə isə bunları biz bu 720, 199, bunları toplayanda 6236 edir. Yəni 6236 Quran-ı Kərimdə ayə var və qıldığımız 2 rükətlik namazlar ki var, ilk başlanan səhər tezdən açılıb ilk qıldığımız namaz. Mələklərin Quran-ı Kərimdə dediyi, şahidlik elədiyi namaz və 2 rükətlik namaz o qədər əhəmiyyətli namazdır ki, bir insan bir yerdə əgər səfərdə olarsa, fikir verin ki, 4 rükətlik namazlar 2 rükətə düşür. Sonra bir çox müstəhəb namazların əksəriyyəti 2 rükət gedir. Hətta gecə namazı belə 2 rükət qılınır. Çünki namazın kökü 2 rükətdədir. Bu o demək deyil, 4 rükət namaz qılan 2 rükəti vacibdir, 2 rükəti isə müstəhəbdir. Bunu demək istəmirəm. Yəni kökü 2 rükətdir və bu kökün üstündə baxanda 6236 edir. İndi bu da o deməkdir ki, 1500 ilə yaxındır ki, heç kəs buna baxmayıb, heç kəs bunu hesablamayıb. Hətta əbcət rəqəm sistemi ilə hesablayanlar varsa başqa şeyləri, Quranda hansısa bir surələri, amma namazda olan sözləri hesablayım. Özü əbcətlə yox, əlifba sırasında duran hərflərin sayı ilə hesablayım. Əlifba sırasında dəyəri nədirsə o cür hesablayım. Bu cür olmayıb məncə. Olubsa da heç bir tarixi kitabda, heç bir kitabda, sosial şəbəkədə yoxdur. Bu çox gözəl bir elmi kəşfdir ki, indiyənə qədər heç kəs bunu görməyib. Həmd olsun Allaha, salavat və salam olsun pak əhli beytə ki, Allah Teala'nın rəhməti və niməti sayəsində bunun mənə və onların duası ilə mənə qismət olubdur və mən bunun üçün təkəbbürlü eləmirəm. Sadəcə olaraq istəyirəm ki, nə dərəcədə gözəl şey olduğu, nə dərəcədə ləzzət insanın ruhuna ləzzət verən bir şeydir. Tam bir rəqəmsal dəyərlərdir. Gəlin keçək, Allah Akbarı hesabladıq. Bismillahirrahmanirrahim dedim ki, 293'dür cəmi. Necə oldu? Bə əlifba sırasında ikinci hərfdir. Sin 12, mim 24, əlif 1, ləm 23, ləm 23, hə 27. Bu bismillah qutardı. Ne keçdi? Ər-Rahmanə. Əlif 1, ləm 23, ra 10, ha 6, mim 24, nun 25. Ər-Rahman kəlməsinə qutardı. Ər-Rahim kəlməsinə baxaq. Əlif 1, burada da əlif 1, ləm 23, ra 10,
H6, Y hərfi 28, bax bu Y hərfi 28 və onun böyründə mim hərfi 24-cü hərf. Cəmini hesablayın. Bismillahirrahmanirrahim 293 edəcək. Siz deyərsiniz ki, niyə Ər-Rahman kəlməsindəki mimin üstündəki əlifi məqsuranı hesablamadın? Qardaş, burada hərf deyil ki, hesablayaq. Hərf olaraq yazılmır, əlifi məqsuradır. Yəni, bu cür bir əlif kimi yazılmayıb ki, biz də hesablayaq. Sonra indi keçdik Elhamdülillahi Rabbil Aləminə. Əlif 1, ləm 23, H6, mim 24, dəl 8. Elhamd kəlməsinin rəqəmsal dəyəri. Lillah kəlməsi, ləm 23, ləm 23, H27. Bax, bu da buradadır. Ra 10-cu hərfdir, Bə 2-ci hərfdir, Rabbi kəlməsi. Əlif 1-dir, ləm 23-dür, ayn hərfi 18-dir, ləm əyndən sonra əlif gəlir, əlif 1-dir, ləm 23-dür, mim hərfi 24, yə 28, nun 25. Bu da elədi 290. İndi Ər-Rahman-Ər-Rahimə keçək görək. Ər-Rahman-Ər-Rahim neçə idi? Bayaq 181 dedik. Əlif 1, ləm 23, ra 10, ha 6-cı hərfdir, mim 24-cü, nun 25. Sonra Ər-Rəhim kəlməsi. Əlif 1, ləm 23, ra 10, ha 6, yə 28, mim 24. Sonra Məlik Yevmiddin kəlməsi. Mən sizi çox yormayayım. Bax, baxırsınız özünüz, görürsünüz. Özünüz də əlifba sırasında yerinə baxa bilərsiniz. Məsələn, Yevmiddin kəlməsində vav 26-cı hərfdir. Sonra İyyəkə nəbudu və iyyəkə nəstəyin kəlməsinə bir-bir baxıb hesablaya bilərsiniz. Özünüz baxa bilərsiniz hamısına. Şəklini çəkib baxa bilərsiniz ki, həqiqətən düz deyirəmmi, yoxsa yanlış deyirəm. Fikir verin. Rəqəmsal dəyəri də bu eləyəcək ki, İhdinə sıratəl müstəqim 263. Sonra sıratəl-ləzinə ənəmtə əleyhim kəlməsindən danışdıq. Bunun da rəqəmsal dəyəri sad 14-cü hərf, ra 10-cu hərf, əlif 1-ci, ta 16-cı hərf, əlif 1-ci, ləm 23-cü, zəl hərfi, pəltək zəl hərfi 9-cu hərf, yə 28-ci, nun 25-ci hərf. Bu cür bir-bir baxa bilərsiniz. Rəqəmsal dəyəri 318. Qayril məğdubi aleyhim və ləddalin rəqəmsal dəyəri 453. Bunlar cəmi neçə eləmişdi? Bunların cəmi toplamışdıq. Sonra da təzdən Fatihəni yenə ikinci səfər toplamışdıq. İndi Əşhədü ən la ilahə illallah kəlməsini demişdik ki, 249 eləyir. Bir-bir yenə baxa bilərsiniz. Əlif 1, şin 13-cü hərf, yə hərf 27-ci, dəl 8-ci. Bu cür bir-bir baxa bilərsiniz bunlara. Əşhədü ən la ilahə illallahdır. Amma əşhədü ənnə Muhammədən Rasulullah və yaxud da Muhammədən Rasulullah 309-dur. İndi siz deyə bilərsiniz ki, burada fikir verin, vav 26-cı, əlif 1-ci, şin 13-cü, hə 27-ci, dəl 8-ci, əlif 1-ci, nun hərfi 25-ci hərfdir, mim hərfi 24 və s. Deyə bilərsiniz ki, burada məsələn, əşhədü ənnə Muhammədur Rasulullah olsun da. Qardaş, belə də yazıla bilər, belə də yazıla bilər, amma ən çox bu cür deyilir də, ən çox bu cür deyilir. Əşhədü ənnə Muhammədən Rasulullah. Əlif burada yazılır, sallallahu aleyhi və səlləm. Burada vav hərfi, özünüz bilirsiniz ki, vav hərfi mən yerləşdirməmişəm. Ki, burada 20. Bütün namazlarda və əşhədü və kəlməsi, əşhədü ən la ilahə illallahdan sonra istər vəhdəhu la şərikə ləh desin, istərsə də deməsin, birbaşa keçsin, mütləq və kəlməsini deyəcək, fikir verin. Yəni, bir dənəsə əgər əski olsaydı, bunlar əmələ gəlməyəcəkdir. Bunların da rəqəmsal dəyərləri hamısı yazılır. Bunları da hamısına belə bir-bir baxa bilərsiniz. Subhanallahın rəqəmsal dəyəri 120 idi. 120-ni vurduq 6-ya. Yəni 720.
Niyə onu elədik? Bax, onu da mən sizə izah elədim ki, Fatihə surəsini 2 dəfə hesablamaq, çünki 2 rükət namazdan gedir. Allah Akbərin rəqəmsal dəyəri əşhədü ən la ilahə illallah və əşhədü ənə Muhammedən Rasulullah. Bir də Əssəlamu aleykum kəlməsi, bir də Sübhanallahın 720 olması, hamısını sizə izah elədim. Burada da göstərim, 120 vur 6, elədir 720, rəqəmsal dəyər 6236 sallallahu aleyhi və səlləm. Yəni bu həqiqətən bir möcüzədir. Bunlar hamısı o cür Allah tərəfindən o cür yazılıb, pozulub ki, rəqəmsal dəyərlərində bunlar hamısı üst-üstə düşür.